Su içiyorsun ya. Ben orada tekrar yapıyorum. Başka ne istiyorsun peki? Matematik bölümü. Salam Qəmrə xanım, salamlayıram sizləri və təşəkkür edirəm ki, belə bir mövzuya toxunmuşsunuz. Mən də bu mövzudakı qurbanlardan biriyəm. 28-də Medaro Klinikasının baş həkimi Nigar Məhərrimovanın qurbanıyam və onun köməkçisi Yaqubun qurbanıyam. Mənim burnum bax bu vəziyyətdədir. Uğursuz vəziyyətdədir, nəfəs ala bilmirəm. Bir ayın içində 2 dəfə əməliyyatı soğublar. İkinci əməliyyatında da mənə deyilmədən mənim qabırğama müdaxilə eləyiblər. Nigar xanım mənə Allah'da ki, səni bir saatlıq korreksiya salırıq, köməkçisi Yaqub. Mən 4 saat yarım əməliyyatda qalmışam, mən indi yarımcan olmuşam, pulum da gedib, canım da gedib. Nə yaram sağalmır, nə burnumdakı göz qabağında, nəfəs ala bilmirəm. Baxın, görün mənim burnum nə vəziyyətdədir. Cəmiyyət içinə çıxa bilmirəm, psixologiyam pozulub. Qəmrə xanım, təşəkkür edirəm. Bir daha sizə mənə kömək edin, xahiş edirəm. Mənə kömək edin ki, mən də bu mövzuda bir çıxış yolunu tapım. Hara şikayət eləmişəm, baxmırlar, təbibə şikayət edirəm, baxmırlar, səhiyyə şikayət edirəm, baxmırlar, yenə baxmırlar. Qəmrə xanım, çox üzr istəyirəm, yəni mənim əməliyyat yerimə baxın, belə əməliyyat yeri onlar sağalmayıb, çox pis vəziyyətdə, içindən dayanmadan çirk axır, nə sağalmır, nə bu birisi yaram sağalmır, nə əməliyyatım uğurlu olmayıb. Mənə də çox xahiş edirəm, kömək edin.